Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazov. Sizdən artıq dərəcədə xahiş edirəm, bir ana kimi mənim bu fəryadıma dinləyəsiz, qulaq asasız, artıq dərəcədə xahiş edirəm. Mən Mingəçevir sakini Əhmədova, Nara Qınyaz qızıyam. Aprel ayının 17-si günü səhər saat 8-10 radələrində mənim oğlum İsmailov Qurban Aqiloğluna zəng gəlir. Zəng edirlər ki, onlayn kart zakaz verimsiz, gəlin kartınızı aparın. Kapital Bankdan. Oğlum evdən çıxarkən gedir Kapital Banka. Orada çatanda zəng edirlər ki, yox, gəl Dram Teatrın kurğuna. Gedir Mingəçevir şəhərində var, Dram Teatrın kurğuna gedib orada çatanda mənim oğlum banditizm oradan tutur aparır. Həmin Dram Teatrın kurğunda orada kameralar da var. Onun orada dostu olubdu, dostu da görübdü. Mənim oğlumu tutub aparırlar. Mən 3 gün oğlumdan heç bir xəbərim olmur, heç bir xəbər bilmirəm. 102 qaynar xəttini yığıram. Orada dəfələrlə deyirəm ki, mənim oğlumdan bir xəbər yoxdur. Mənim oğlumu aparıblar. Kim aparıb, niyə aparıb, nəyi, hansı əsasdan aparıbdı. Heç bir məlumat vermirlər. Dedilər ki, get banditizmlə orada maraqlan. Getmişəm Nərmanova. Nərmanovda da orada içəri girmək mümkün deyil. Heç cürə mümküniyyəti olmadı. Gəlib evdən təzədən bir də oranın qaynar xəttini yığmışıq. Banditizmin qaynar xəttini yığmışıq. Orada müraciət eləmişəm İsmailov Qurban Aqiloğlu. Belə bir şəxsi orada gətirilib, yoxsa yox. Mənə deyirlər ki, 15 dəqiqədən sonra zəng eləyərsiniz, sizə bir məlumat verəcəm. 15 dəqiqədən sonra yığıram, deyirlər ki, bəli, İsmailov Qurban Aqiloğlu belə bir şəxs gəlibdir bura. Hal-hazırda onun istintaqı gedir. Onu aparacaqlar Kürdaxana həbsxanasına. Oğlunuza danışıq haqqı veriləcəkdir. Siz oradan oğlunuzdan danışarsınız. 19-cu günü mən oğlumun zəngini gözləyirəm. Oğlum zəng eləyir, səsi çox pis gəlirdi, həddindən artıq pis idi. Oğlumla danışdım, dedim, ay oğul, səni niyə tutublar? Dedi ki, ana, məni sifarişlə tutublar, zakazla tutublar. Məni burada acımasızca döyürlər, başımın tükünə kimi dartıb qopardıblar, üzü gözü pis vəziyyətdə. Bəs mənim boynuma silah qoyublar. Döyüb. Dedim, niyə boynuna silah götürürdün? Dedilər ki, sənlə təhdid elədilər. Dedilər, boynuna nəsə götürməsən, sənin ananı gətirəcək bura, bacını gətirəcək bura. Mən də ona görə məcburən qaldım, sizi gözümün qabağına gətirdim. Ona görə mən silahı boynuma götürdüm. Mənim günahsız yerə mənim boynuma silah qoydular. Mən də zəng elədim, 961 qaynar xətt prokurorluğu yığdım. Ora müraciət elədim. Olduğu kimi hər bir şeyi danışdım. Dedim ki, mənim oğlumu orada acımasızca döyüblər, pis vəziyyətə qoyublar. Zorla mənim uşağımın boynuna silah qoyublar. Anasından təhdid eləyiblər. Xahiş edirəm, mən bu uşağımın işinə baxılsın. Ayın 1-ci günü, may ayın 1-ci günü mənə telegrama gəldi ki, sizi prokurorluq dəvət eləyir. Prokurorluğa çağırırlar. Gedirəm prokurorluğa. Orada olduğu kimi danışıram hamısını. Ki, bəs belə, o tutulan yerdə orada kameralar var. Orada onun dostu var. Xahiş edirəm, bunlar açılsın. İnan, bugünkü günə kimi nə o kamera açıldı, nə onun dostu danışılıb, nə o bunun bu haqq hesabına, bu işinə baxılıb. Neçə dəfələrlə müraciətlərim olubdu. Heç bir müraciətimə baxılmayıb. Sizdən artıq dərəcədə xahiş edirəm, Vilayət Eyvazov. Mənim bu uşağımın haqsız yerə, orada günahsız yerə yatmağına göz yummayın. Artıq dərəcədə xahiş edirəm. Nəyə görə onu aparsınlar, banditizm? Nəyə görə onu orada döyüb, zorla boynuna silah qoysunlar? Sizdən bax, bir dəqiqə hal-hazırda mənim oğlum Kürdaxandadır, aclıq elan eləyibdir. Çörək yemir, heç nə yemir. Onu oradan deyirlər, ana, məni Karsa aparacaqdılar. Nəyə görə aparırlar? Xahiş edirəm, mənim bu uşağımın bu işinə baxın, baxılsın. Neçə dəfələrlə müraciət eləmişəm. Mən bu uşağımın bir dənə bir işinə baxılmadı. Artıq dərəcədə sizdən xahiş edirəm, Vilayət Eyvazov. Göz yumayın, bir ana kimi sizdən fəryad eləyirəm. Bir ana kimi xahiş eləyirəm. Mənim bir köməyim yoxdur, köməksizəm. Başsız uşaqdır. Nəyə görə mənim uşağımı kimsə aparsın, kimsənin günahının yerinə mənim uşağımı bassınlar içəri. Artıq dərəcədə xahiş edirəm. Bax, müstəntiqlə danışmışam. Müstəntiq deyir ki, oğlunuz
yazıb qol çək. Mən ona başa düşürəm. Mən müstəntiqəm, xahiş elədim. Mən ondan danışıram. Deyirəm ki, mənim uşağım sizin qabağınızda oturarkən hansı vəziyyətdə idi, hansı gündə idi? O vəziyyətə kim düşsə, əlbəttə ki, o da yazar, qol çəkər ki, hə, mənim üstümdə silah olubdu. Amma olmayıbdı. Kameralar var. Xahiş edirəm bu kameralar açılsın. O tutulan vaxtı bunu tutulublar, aparıblar, göyə bunun üstündə silah olubdu. O kameralar da açılsın, bunun dostu da danışdırılsın. Bax bu 8-10 radələrində zəng gəlibdi. Sizdən artıq dərəcədə xahiş edirəm. Vilayət Eyvazov, artıq dərəcədə xahiş edirəm. Bu işə biganə yanaşmayın. Günahsız yerə kimsənin balasını orada cəzalandırmayın. Həbs eləməyin. Xahiş eləyirəm sizdən. Artıq dərəcədə bir ana kimi xahiş eləyirəm.